Ayaqların niye şişir? Bunun səbəbini tapsan, şişkinliyə bir dəfəlik son qoya bilərsən. Yəni qardaş, sənin ayaqların niyə ödəm yığır, şişir, elə bir bu dəqiqə partlayacaq. Hərəkət eləyə bilmirsən, əl vura bilmirsən, ağrıyır, bəzən selülit də yaradır. Araşdırmısan? Mən sizin üçün araşdırdım. Çünki ayaqlarda limfa devranı zəif işləyir. Bədəndə ümumiyyətlə limfa devranı zəif işləyəndə selülit, şişkinlik, ödəm, hətta varikoz kimi xəstəliklər yaradır. Yaxşı, bu problemdən necə dərmansız qurtulmaq olar? Ekrandakı rəqəzat ətraflı izah edeyim. Yaxınlaşırsan aptekə, kanur drenaj çay alırsan. Deməli kanur drenaj çay istifadə edildiyi zaman, içildiyi zaman orqanizmdə limfa dövranını yaxşılaşdırır. Limfa dövranını yaxşılaşdırdığı üçün şişkinlikdir, ödəmdir, bu problemlərə son qoyur. Selülitin yaranmasının qarşısını alır. Varikoz damar ötürücülüyünü yaxşılaşdıraraq varikoz kimi problemlərə də yaxşı təsir bağışlayır. Ölkənin bütün apteklərində var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu tipli videoların davamı üçün profilin üzərinə bir işarəsi koymuşam. Zəhmət olmasa toxun ki, sağlamlığının qeydinə qalın. Əzzaçın balıq olanlar hər zaman sağlam qalasın.